Hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Azərbaycan televiziyasının efirində region xəbərlərinin vaxtıdır. Studiyada Röyə Bənəniyarlıdır. Əvvəlcə qısa xəbər başlıqlarına nəzər salaq. Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət və Hökumət Başçıları Şurasının 12-ci zirvə görüşü keçirildi. Prezident İlham Əliyev tədbirdə çıxış etdi. 3-cü MDB oyunlarında yarışlar yekunlaşır. Sabah rəsmi bağlanış mərasimi keçiriləcək. Şimal-Qərb bölgəsində qəhvəyi mərmər bağacığı kütləvi şəkildə artdı. Görülən tədbirlər niyə nəticə vermir? İrandan Azərbaycan üzərindən Rusiyaya külli miqdarda narkotik vasitə aparılmasının qarşısı alındı. Yerli istehsalın inkişafında vacib addım. Gəncə avtomobil zavodunda yığılan 4 elektrobus azad ərazilərdə istifadə olunur. Və təfərrüatı ilə Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü keçirilib. Prezident İlham Əliyev tədbirdə çıxış edib. Dövlət başçısı bildirib ki, bugün Türk Dövlətləri Təşkilatı sadəcə əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir. Prezident İlham Əliyev Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması məsələsinə də toxunub və vurğulayıb ki, bu çərçivədə Vaşinqton zirvəsinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Davam edirik. Ölkəmizdə keçirilən 3-cü MDB oyunları başa çatmaq üzrədir. Sabah rəsmi bağlanış mərasimi keçiriləcək. Bugün isə Şəkidə Çövkən yarışlarına yekun vurulub. Yarışın qalibi Azərbaycan milli komandası olub. 3-cü MDB oyunlarında Çövkən yarışlarına yekun vurulub. Turnirin final qarşılaşmasında Azərbaycan və Özbəkistan komandaları qarşılaşıblar. Oyuna Azərbaycan millisi fəal başlayıb. Yığmamız artıq oyunun əvvəllərində hesabı açmağı bacarıb. Şahmar Nağızadə iş topu rəqib qapısına vurub. Top qapıdan keçir, Azərbaycan idmançıları fərqlənirlər. Az sonra millimiz ikinci dəfə fərqlənməyə nail olub. Bu dəfə Vahid Məmmədov dəqiq oynayıb. Top qapıdan keçir. İlk yarı Azərbaycan millisinin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun ikinci hissəsində də rəqibindən daha üstün oyun nümayiş etdirən Çövkən ustalarımız daha bir dəfə fərqlənməyə nail olub. Tərlan Qurbanəliyev oyunda son nöqtəni qoyub. Firdos Asralov özünü yetirir və top qapıdan keçir. 3-0. Beləliklə Özbəkistan yığmasına 3-0 hesabı ilə qalib gələn Azərbaycanın Çövkən üzrə milli komandası 3-cü MDB oyunlarının qalibi olub. Özbəkistan komandası gümüş, Qırğızistan millisi isə bürünc mükafatları əldə edib. Digər mövzularla davam edirik. İrandan Azərbaycana 22 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb. Sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinin xidməti ərazisində aparılan sərhəd axtarışı əməliyyatı zamanı ümumi çəksi 22 kiloqram 60 qram marixuana aşkarlanıb. Fakt üzrə araşdırma davam etdirilir. Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən aparılmış gömrük nəzarəti tədbirləri nəticəsində də marixuana aşkarlanaraq dövriyyədən çıxarılıb. Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya çay yükü aparan vaqon Astara Dəmir Yolu Gömrük keçid məntəqəsində də saxlanılıb. Yoxlama zamanı çay yükünün içərisində gömrük nəzarətindən gizlədilən 20 bağlamada çəksi 105 kiloqram 800 qram narkotik vasitə marixuana aşkarlanıb. Artıq 2 ildir ki, qəhvəyi mərmər bağacığı Azərbaycanın şimal-qərb bölgəsində, xüsusilə də Gürcüstanla həmsərhəd ərazilərdə kənd təsərrüfatına ciddi ziyan vurur. Fermerlər hər mövsüm itkilərlə üzləşirlər. Vaxtaşırı tədbirlər görüldüyü bildirilsə də, problem hələ də həllini tapmayıb. Hətta son dövrlər zərərvericilər kütləvi şəkildə artıb. Niyə bu təhlükə ildən ilə çoxalır? Mübarizə tədbirlərinin nəticəsi niyə yoxdur? Bu suallara cavab tapmağa çalışmışıq. Bir aya yaxındı gəlibdi. Evə dolubdu. Təmizlik eləyir, uşaq yığır nə ilə də, toz soranla yığır,
Yarım saatdən yenə həmin ifadə. Neyniyək? Bunun qarşısını alan yoxdur mu? Biz cəmaat nə qayıraq? Bütün kömək istəyirik, çox kömək istəyirik. 3-cü ildir, ildən ilə həşəratların sayı çoxalır, bizə verilən zərərlər, ziyanlar çoxalır. Elə sizə göstərdiyim kimi o fındıq nəyində biz çox zərər çəkirik. Misal, keçən illə nisbətən bu il daha çox zərər çəkmişik. Fındığın demək olar 70-80% məhv olub. Bura Qəhvəyi mərmər bağacığının ən çox rast gəlindiyi Zaqatalanın Danaçı kəndidir. Zərərvericilər həm təsərrüfatlara ziyan vurur, həm də evlərə hücum edir. Qəhvəyi mərmər bağacığı qışlama dövrünü adətən qapalı və isti məkanlarda keçirdiyi üçün hazırda bu ziyanverici həşəratlar evlərə toplanaraq vətəndaşlara ciddi narahatlıq yaradır. Sakinlər deyir ki, böcəklərin kəskin çoxalmasının səbəblərindən biri də mübarizə tədbirlərinin lazımi səviyyədə aparılmamasıdır. Cibindən dərman alıb elə dərman səpirik biz. O dərman səpməklə də misal əmələ gəlmir. Mən səpirəm, başqa qonşu səpmir. O biri qonşu səpmir, yenə də gəlib doluşur. Evin üstünə bax, kutkalar asmışam, elə kutkaların içində yığıb, elə götürüb nəsə yandırıb atıram onu. Bu il ya fındıq götürməmişik, fındıq olmadı, ya xurma olmadı. Baxın, necədir xurma. Ya xurma olmadı. Meyvəyə də budur da görürsünüz. Bu da. Hamı ləkəlidir. Heç nə gəlmir əlimizdən. Bilmirəm nə edək. Bəs mübarizə tədbirləri necə olmalıdır? Bunun Azərbaycandan gəlib çıxma səbəbi bizə məlum olduğu kimi Gürcüstan ərazisindən gəlib çıxıb. Bu ərazilərdə dərmanlama işləri bizlə bərabər onlar da aparılsa, əgər inanıram ki, müəyyən qədər qarşısı da alına bilər. Daha bir mübarizə vasitəsi isə bioloji üsuldur. Bəs aparılan tədbirlər niyə öz nəticəsini vermir? Bu sualımızı Aqrar Xidmətlər Agentliyinə ünvanlasaq da, təəssüf ki, heç bir cavab almadıq. Vəziyyət isə göstərir ki, Qəhvəyi mərmər bağacığı ilə mübarizə uzun müddətli strategiya və vaxtında kompleks tədbirlər görülməsini zəruri edir. Nigar Davudova, Vüqar Mirzəyev, Lalə Allahverdiyeva, Vüsəlim Əmənzadə, ASTV Xəbər. Gəncə Avtomobil Zavodunda yerli istehsalın inkişafı üçün vacib addım atılıb. İyun ayından zavodda kommunal texnikaların konteynerləri 100% yerli istehsal olaraq yığılır. Sifarişə uyğun olaraq istənilən avtomobilin bazasında istənilən kubmetr tutumlu kommunal maşınların yığımı mümkündür. Avtomobillərin konteynerləri baza hissəsindən rənglənməyə qədər müəssisədə yerli mütəxəssislər tərəfindən həyata keçirilir. Bunun üçün müəssisədə ən son avadanlıqlar quraşdırılıb. Bu günə qədər artıq 45 belə yeni kommunal texnikalar yığılaraq aidiyyatı üzrə ölkəmizin müxtəlif rayon, şəhər və rayonlarına istifadə üçün göndərilmişdir və əlavə edim ki, deməli bu müxtəlif tutumlu, yəni istənilən sifarişə uyğun olaraq müxtəlif tutumlu konteynerlərin yığılması müəssisəmizdə həyata keçirilə bilir və həmin bu konteynerləri də sifarişə uyğun olaraq, istəyə uyğun olaraq istənilən avtomobillərin şassilərinin üzərinə quraşdırılması mümkündür. Davam edirik. Azərbaycanın zəngin yeraltı sərvətlərinin sirləri artıq havadan açılır. Azərgold Qapalı Səhmdar Cəmiyyəti əlçatmaz və mürəkkəb relyefə malik ərazilərdə faydalı qazıntı yataqlarının axtarışını helikopter vasitəsilə aparır. Bəli, səhv eşitmədiniz. Kəşfiyyat artıq səmadan aparılır. Bu innovativ yanaşma necə həyata keçirilir? Havadan perspektivli sahələr necə müəyyən edilir? Prosesi ölkəmizdə ilk dəfə olaraq ASV Xəbər komandası lentə alıb izləyək. Əlbəttə ki, söhbət Qızıldan gedir. Bu dəfə isə biz ilk dəfə olaraq helikopter vasitəsilə Qızılı yerdə deyil də göydə axtarırıq. Belə ki, hazırda Daşkəsən və Göygöl ərazisində aeroelektromaqnetik tədqiqatlara start verildi. Hörmətli tamaşaçılar, mövzuyla bağlı geniş reportaja ASV Xəbərin əsas buraxılışında baxa bilərsiniz. Digər mövzularla davam edirik. 5 il əvvəlin 27 sentyabrında Azərbaycan ordusu dəmir yumruğa çevrilərək Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi geniş miqyaslı təxribatlara layiqli cavab verdi. Nəticədə 30 illik işğala son qoyuldu. Zəfərə aparan günlərdə 7 oktyabrda unudulmaz tarixlərdən oldu. 11-ci günün salnaməsini təqdim edirik.
Vətən müharibəsinin 11-ci günü də cəbhədə döyüş, masada diplomatiya ilə yadda qaldı. Prezident Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə oktyabrın 7-sində Müdafiə Nazirliyinin mərkəzi komanda məntəqəsində operativ müşavirə keçirildi. Elə həmin gündə Azərbaycan Prezidenti İlham Əliyev CNN Türk və Euronews televiziyalarına müsahibə verdi. Müdafiə Nazirliyi isə 11 gün ərzində Ermənistan ordusunun məhv edilən döyüş texnikasının siyahısını açıqladı. Eyni zamanda işğalçıların Azərbaycan torpaqlarında qoyub qaçdıqları texnikaların video görüntüsü paylaşıldı. Ermənistan ordusunun 1-ci və 7-ci alayının müdafiə xəttlərində yerləşən bölmələrinin bir qrup əskərinin fərariliyinə də şahidlik etdik. Cəbhə boyunca məğlubiyyətə uğrayan Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tuturdu. Bunun nəticəsində 7 oktyabr saat 18-ə olan məlumata görə həlak olan mülki şəxslərin sayı 30-a, xəsarət alanların sayı isə 143-ə çatıb. 427 evə və 66 mülki obyektə ciddi ziyan dəyib. 5 il əvvəlin bugünü həm də Azərkosmos işğaldan azad olunan su qovuşan ərazisinin Azərsky peykindən əldə edilən təsvirini yayıb. Günel Habil qızı, ASTV xəbər. Cəbhəyə könüllü getdi. Tam 5 il əvvəl adını tarixin ən parlaq səhifələrinə yazdı. Söhbət Vətən müharibəsi şəhidi Süleyman Qarayevdən gedir. Bugün şəhidin anım günüdür. Doğmaları onun məzarını ziyarət edərək əziz xatirəsini ehtiramlanıblar. Torpaqların azad edilməsi üçün silaha sarılaraq canını fəda edənlərdən biri də Süleyman Qarayevdir. Sabirabadın Qalağayın kəndində dünyaya göz açıb. Dövlət İqtisad Universitetinin tələbəsi olub. 2016-2017-ci illərdə Naxçıvanın Şahbuz rayonunda həqiqi hərbi xidmət keçib. Vətən müharibəsi başlayanda könüllü olaraq döyüşə gedib. Uşaqlıqdan valideynlərini sevən, ağıllı uşaq olub. Heç vaxt bizə həmişə başucalığı gətirib. Orta məktəbdə, universitetdə, əskərlikdə bizə başucalığı gətirib. Axırda müharibədə başucalığı gətirdi, qəhrəman oldu Süleyman. Süleyman şəhid olanda mən heç inanmırdım, amma o həmişə bizim qəlbimizdə yaşayır. Elə biləm sağdır, Süleyman yaşayır. Süleyman da qələbəyə inamla müqəddəs amal uğrunda döyüşüb və oktyabrın 7-sində Ağdam istiqamətində şəhadətə ucalıb. Bugün hər kəsin yaddaşında bir qəhrəman kimi qalıb. Komandirinin dediyi sözləri təkrar eləyirəm. Süleymanın komandiri mənə dedi ki, Süleyman qəhrəmandır, qəhrəmandır. Ona görə ki, Süleyman 8 nəfərin həyatını xilas eləyib. Yəni geri çəkilməyib, axıra kimi döyüşüb, yəni şəhid olub. Mən Süleyman haqqında çox danışa bilərəm. Mən Allahdan arzu eləyirəm ki, hamıya Süleyman kimi evlad qismət eləsin. Süleymanla mən fəxr eləyirəm. Mən fəxr eləyirəm ki, Süleymanın atasıyam. Anım günündə şəhidin məzarı ziyarət edilib, xatirəsi anılıb, şücaətindən danışılıb. Süleyman Qarayev ölümündən sonra vətən uğrunda Xocavəndin azad olunmasına görə medalları və 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib. Rəşidə Zülfiqarova, Ayşən Cümşüdova, ASTV xəbər. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sonda sabahın hava proqnozuna nəzər salaq. Sabah rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şərq rayonlarında çiskinli yağış yağacağı, ara bir duman olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-18, gündüz 24-29, dağlarda gecə 5-10, gündüz isə 15-20 dərəcə isti olacaq. Hörmətli tamaşaçılar, region xəbərlərindən çatdıracağımız məlumatlar bu qədər. Salamat qalın.